Davam edirik, hörmətli tamaşaçılar, ikinci saatımıza keçid etdik və ikinci saatımızda da sizə elə mövzularımızı da təqdim edəcəyik. Park Sinemadan 2 nəfərlik bilet əldə etmək istəyirsinizsə, viktorinamızda da iştirak edə bilərsiniz və günün mövzusu ilə bağlı fikirlərinizi bizə yazın, göndərin deyirik və hazırda bizim canlı bağlantımız olacaq. Bəli, bilirsiniz ki, həftəmiz əslində vaksinasiya iləndir, vaksinasiya həftəsidir ki, nəinki Azərbaycanda, bir sıra ölkələrdə artıq bax bu təcrübədən keçirilir və əhaliyə təqdim olunur, xüsusilə də uşaqlar üçün. Və bizim canlı bağlantımız olacaq ki, vaksinasiyadan kənar qalan uşaqlar üçün immunlaşdırma həftəsi keçirilir və davam edir və bununla bağlı məlumatı bizə Nigar Babayeva çatdıracaq. O elə şəhərimizin poliklinikaların birindədir ki, elə bizə oradan salam deyəcək. Sabahın xeyir olsun Nigar. Təşəkkür edirəm. Mən də sizi salamlayıram. Sabahınız xeyir olsun deyirik. Bəli, hazırda biz Nərimanov rayon ərazisində yerləşən 7 saylı uşaq poliklinikasındayıq. Bildiyiniz kimi, aprelin 19-dan etibarən Səhiyyə Nazirliyinin təşəbbüsü ilə immunlaşdırma həftəsi start götürüb. Peyvəndləmə ilə bağlı ətraflı məlumatı bizimlə birgə birbaşa bağlantıda olan 7 saylı uşaq poliklinikasının həkim pediatrı Günay Qasımova çatdıracaq. Günay xanım, sabahınız. Sabahınız xeyir olsun. Sizin də dediyiniz kimi, hər il aprel ayının sonu Ümumdünya İmmunizasiya həftəsi olur. Biz bu təşəbbüsə əsasən peyvənddən kənarda qalan uşaqlarımızın hər birini və peyvənddən imtina edən valideynlərin hər birini biz bu peyvəndə cəlb edirik, peyvəndlərə cəlb edirik və onları maarifləndiririk ki, peyvənd uşaqların sağlam böyüməsi üçün əsas vacib faktordur. Və bildiyimiz kimi peyvənd elmi əsaslara əsaslanaraq uşaqların xəstəliklərdən qorunmasının üçün əsas vacib faktorlardan biridir. Demək, vaxtında əgər uşaqlarımızı peyvənd etsək, biz onlara güclü immunitet verərik və bu da bizim sağlam gələcəyimiz deməkdir. Yəni, peyvənd tək bir fərdin deyil, ümumi cəmiyyətin sağlamlığı deməkdir. Çox sağ olun. Günay xanım, çox təşəkkür edirəm. Belə bizim hələ ki çatdıracağımız məlumatlar bu qədər. Sözü sizə studiyaya ötürürəm. Təşəkkür edirik Nigar, çox sağ ol. Yeri gəlmişkən, hörmətli valideynlər, bax, vaksinasiya həftəsi bu həftə bitir. Son gündür ki, bax, bu vaksinasiyadan yararlana bilərsiniz.